Bank əməkdaşına onu soruşmaq istəyirəm ki, banklardakı kiber təhlükəsizlik tədbirləri nə qədər təhlükəsizdir, nə qədər etibar etmək olar? Müştəri məlumatlarının təhlükəsizliyini qorumaq üçün bankımız beynəlxalq standartlara uyğun müdafiə mexanizmləri tətbiq edir və süni intellekt əsaslı texnologiyalardan istifadə edir. Bununla da bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər müəyyən edildikdə isə dərhal müdaxilə edilir. Bu yanaşmaların nəticəsi olaraq, məsələn, təkcə 2024-cü ilin avqust və 2025-ci ilin fevral ayı ərzində 26880 ədəd kart üzrə dələduzluq halı aşkarlanıb və bloklanıb. Bununla da müştərilərimizin 16 milyon manata yaxın potensial maliyyə itkisinin qarşısı alınıb. Həmçinin ötən 2 il ərzində rəqəmsal mühitdə bankımız adına dələduzluq fəaliyyəti göstərən 1000-dən çox sosial media hesabı və sayt tərəfimizdən bloklanıb. Bəzən SMS-lər gəlir, naməlum nömrələrdən. Biz arxayın ola bilmirik ki, həmin nömrələr bankdan gəlibmi, yoxsa qeyri hər hansı bir dələduz fırıldaqçılardan. Mesajlara qarşı ani diqqətsizliyin təəssüf ki, ağır nəticələri ola bilər. Xüsusən də mobil operatorlar, banklar, kargo şirkətləri, poçtlar adına göndərilən SMS-lərdə mesaj mətninə diqqət edin. Dələduzluq mesajlarında adətən şirkət adları, sözlər nəzərə çarpmayan 1-2 işarə fərqi ilə səhv yazılır. Aldığınız məlumatın doğruluğunu həmin şirkətin rəsmi sosial şəbəkə hesabları və ya əlaqə mərkəzi ilə dəqiqləşdirmək olar. Mən WhatsApp Plus işlətmişəm. Bu o deməkdir ki, şəxsi məlumatlarım oğurlanıb. Bu hal xüsusən Android istifadəçiləri üçün keçərlidir. Belə ki, Play Store-dan yüklənən WhatsApp Plus, Instagram Plus kimi qeyri-rəsmi mobil tətbiqlər və VPN-lər yükləmək sizin xəbəriniz olmadan şəxsi məlumatlarınızın oğurlanması ilə nəticələnə bilər. Zərərli proqramlardan qorunmaq üçün müntəzəm olaraq cihaza gələn yeniləmələr edilməlidir. Təbii ki, mənşəyi bəlli olmayan tətbiqləri yükləmək olmaz. Xüsusən Android cihazlarını mütəmadi olaraq Play Store, Play Protect vasitəsilə yoxlamaq lazımdır. Eyni zamanda sosial şəbəkələrdə təhlükəsizlik parametrləri də düzgün qurulmalıdır. Kompüter və mobil cihazlarda isə güvənilir antivirus proqramları istifadə edilməlidir.